الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء المرسلين نبينا Muhammed və alə alihi və sahbihi əcməin. Əmmə ba'd. Sözsüz ki, mən də ilk növbədə qoşuluram qardaşlarımıza. Təbrik edirəm Emin qardaşı. Allah subhanahu taala salihlərdə eləsin. Öz valideynlər üçün sadaqatı cari eləsin, yəni axar sədaqə eləsin. Nə xeyir varsa müvəffəq eləsin bizim övladımızı və nə şər varsa onu qorusun. Və elhamdülillah qardaşlarım əslində mühüm nəsihətlər verdilər və elhamdülillah faydalı məsələləri qaldırdılar. Lakin qısa da olsa ilk növbədə özümə, sonra sizə xatırlamaq eləmək istərdim. Və qardaşlar, Hüseyin üçün qardaş zikirlərdən danışdı, dualardan. Həqiqətən zikir ibadəti ən böyük ibadətlərdən biridir. Və yalnız o ibadətlə bu dünyada rahatlıq tapmaq olar. Allah subhanahu teala buyurur ki, "Ellezine amanu ve tatma'innu kulubuhum bi zikrillah." Onlar o kəslərdir ki, iman gətiriblər və zikir etməklə rahatlıq tapılır. Ona görə zikir qardaşlar, Allah'a yad etmək insan üçün rahatlıq verir bu dünyada. Və başqa cür qardaşlar, həqiqətən mal dövlətlə və digər nemətlərlə bu dünyada rahatlıq tapmaq mümkün deyil. Ona görə hətta Allah subhanahu taala deyir ki, "Fəzkuruni əzkurkum." Məni zikir edin, mən də sizi zikir edim. Fikir verin. Hər şeyi yaradan Allah subhanahu taala istəyirsə səni zikir etsin, sən də onu zikir edin. Və zikirlər də qardaşlar çoxdur. Lakin bir qısa bir zikir var. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tövsiyə edib ki, hər səhər onu deyək. Və hər səhər özü də onu deyərdi. Hər səhər Rasulullah sallallahu əleyhi və səlləm deyərdi ki, "Allahumme inni es'aluke ilmen nafi'an və rizqan tayyiban və amelen mutakabbalan." Allahım, səndən istəyirəm faydalı elm, halal ruzu və qəbul olunan bir əməl. Və fikir versək, Peyğəmbər sallallahu əleyhi və səlləm bunları məhz səhər deyərdi, səhər zikirlərdə. Bir çox zikirlər həm səhər həm axşam zikridir, lakin bunu məhz səhər deyərdi. Və alimlər qeyd edirlər ki, burada böyük bir fayda var. Hətta indi bir çox adamlara qulaq assanız, hansılar ki, məsləhətlər verirlər, necə sən gününü səmərəli keçirdəsən və s. Görürsən ki, deyirlər, hər səhər bu günün məqsədləri yaz. Və onları təkrar elə özün üçün. Ki, o məqsədlərə çatasan bu gündə. Yəni, günün faydalı olsun. İndi fikir verin, qardaşlar. Burada Peyğəmbər sallallahu əleyhi və səlləm öyrədir bizə ən əzəmətli faydalı məqsəd qoyaq. Günümüzü bununla başlayaq. Yəni, ən birinci sənin məqsədin bu gündə olmalıdır. Nəsə faydalı bir elm öyrənmək. Nəsə sən gündə bir faydalı bir şey öyrənməlisən. Allahumme yes'aluke ilmen nafi'an. Ey Rəbbim, faydalı bir elm ver mənə. Və onu göstərir ki, qardaşlar, faydasız elm də var. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm dualarında deyir ki, Allahumme inni a'udhu bike min ilmin la yanfa. Allahım, sığınıram sənə o elmdən ki, fayda vermir. Xüsusən indi qardaşlar, baxın nə qədər məlumat var. Və bu cihazlarla nə qədər məlumat gəlir ora-bura. Əslində vaxtımızı hədər edirik. Çoxsu belə baxsan faydasız elmdir. Vaxtımız gedir. Və lakin həqiqi faydalı elm o elmdir ki, qardaşlar, hansı ki səni Allah'a yaxınlaşdırır. Bu faydalı elmdir. Ona görə Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur: "İnnema yaxşallaha min ibadi ulema." Həqiqətən Allahdan kim qorxar? Bilənlər, alimlər, Allahı tanıyanlar. Və əgər səndə elmə qarşı həvəs varsa, bil ki, Allahdan bu bir nemətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyirdi ki, "Mən yuridillahu bihi xeyran yufaqqihu fid-din." Allah bir insana xeyir istəyərsə, ona elmə yönəldər ona. Elm verər. Və həmçinin Allah subhanahu wa ta'ala dedi ki, Quran-ı Kərimdə "Yarfa'illahu allazina amanu minkum vallazina utul ilme daracat." Allah subhanahu ta'ala iman əhlini qaldırır dərəcələrlə, onların arasında da elm əhlini qaldırır. Ona görə qardaşlar, söhbət burada alimlərdən, ya elm tələbələrdən getmir. Hamımızdan gedir. İş adamlardan gedir. Ona görə fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm bundan sonra nə dedi? Halal ruzu. Çünki sən təkcə elmlə məşğul olmalısan, sən həm pul qazanmalısan, işləməlisən. Ona görə Allah subhanahu wa ta'ala möminləri vəsf edərək Quranda demədi ki, onlar o kəslərdir ki, bütün gün elm oxuyurlar, işləmirlər. Yox. Dedi ki, ricalun, onlar o kəslərdir ki, la tulhihim ticaratun və la beyun an zikrillah və iqamus-salah və itazim. Onlar o kəslərdir ki, bəli, onlar Allah zikr edirlər və ticarətləri var, lakin ticarət, alğı-satqı onları çəkindirmir Allah zikr etməkdən, namazdan.
İbn Qayyim rahimehullah deyir, onu göstərir ki, tərki dünyalıq İslamda qəbul olunmur. Çünki Allah subhanahu wa ta'ala bu ayədə sahabelərdən danışdı. Demədi ki, onlar işi qoyublar, qazanmırlar, alqı-satqı eləmirlər. Yox. Hər şeyləri var. Lakin o onları nə edir? Yayındırmır. Yayındırmır. Və misallar da çoxdur, özünüz bilirsiniz. Omar radiyallahu anh, məsələn, şəriki var idi. İşləyirdilər. Nə deyir? Razılaşmışdılar ki, bir gün mən gedəcəm Rasulullah sallallahu aleyhi ve sellem'in yanına, öyrənəcəm ondan, necə bizə deyir, smen. Ondan sonra sən gedəcəksən. Mən qaydanda nə eşitdim Rasulullah sallallahu aleyhi ve sellem'dən, sənə danışacağım. Sonra get sən də onu elə. Görürsünüz, onlar dünyanı tərk eləməmişdilər. Və lakin onlar dünya ilə ibadəti, elmi bir yerdə alırdılar. Ona görə də sonra Peyğəmbər sallallahu nə deyir? Əvvəlcə ilmin nafi, faydalı elm, sonra da rizqan tayyibən, ruzu. Lakin hansı ruzu qardaşlar? Hansı ruzuya əl atmalıyıq, çalışmalıyıq? Tayyibən, yəni halal. Çünki ruzu çoxdur. Ruzu o şey ki, sən faydalanırsa ruzudur. Ona görə hətta zövcə də ruzudur, hətta uşaqlar da ruzudur. Və lakin hər ruzu faydalı deyil. Tayyib deyil, yəni halal deyil. Ona görə sən məhz halal ruzu istəyirsən Allahdan. Və halal ruzu qardaşlar çox mühümdür. Çox adam fikirləşir ki, fərqi nə deyək, pul necə gəldi? Yox, belə deyil. Halal ruzu qardaşlar, sənin bütün, hətta ailədə olan problemləri həll edir. Çünki haram ruzu əksinə səninlə Allahla əlaqəni pozur. Bir səd yaradır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün danışır, deyir, bir kişi gəlir. Yorğun, toz torpaq içində, saçları dağılmış, səfərdən gəlir. Baxın, bu hamısı nədir? Duanın qəbul olma səbəbləridir. Yorğun olmaq, səfərdə olmaq və həmçə əllərini qaldırır. O da səbəblərdəndir ki, Allah dua qəbul eləsin. Yalvar Allaha onun adları ilə, ya Rab, ya Rab. Lakin Peyğəmbər nə deyir? Deyir, Allah necə onun duasına cavab versin? O vaxt ki, onun yeməyi də haramdır, paltarı da haramdır, ümumən haramla dolanır. Fəənnə yüstəcəb edər. Deyir, necə Allah cavab verir? Yəni, onu göstərir ki, haram yeyən özü və Allahın arasında olan o əlaqəni pozur. Ona görə ruzu, bəli, hər gün, hər səhər biz məqsəd qoymalıyıq, nəsə qazanaq, işləyək. Və lakin həmişə bu zikri yada salsın. Hələ belə ruzu yox. Rizqan tayyibən, yəni halal ruzu. Və sonra üçüncü, axırıncı Peyğəmbər sallallahu nə deyir? O əmələ mutaqabbilən, qəbul olunan əməl. Onun başqa rivayətdə gəlir ki, əmələn salih, yəni salih əməl. Nəyə görə? Çünki qəbul olunan əməl məhz salih əməldir. Salih əməldə nədir qardaşlar? Necə Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur, liyəbluvakum eyyukum ahsanu əmələ. Allah subhanahu wa ta'ala həyatı, ölümü yaratdı ki, görsün sizdən kim salih əməl eləyir, yaxşı əməl eləyir. Fudayl ibn İyad rahimehullah bu ayənin təfsirində deyir ki, o salih əməl, yəni asvabuhu və əxlasuhu. İxlaslı olan və düzgün olan. Soruşdular ki, ya Əbu Ali, o nə deməkdir, ixlaslı və düzgün olmaq? Deyir, ixlaslı o əməldir ki, Allah üçün olunur. Gündə biz nə qədər ibadətlər edirik, namaz qılırıq, zikr edirik, yaxşılıq edirik. Lakin birinci nədir? İxlas. Yəni bu əməl Allah üçün olmalıdır. Lakin bu bəsdir? Bəs deyil. Ona görə Fudayl deyir ki, o asvabuhu, yəni düzgün nədir? Bu əməl Peyğəmbər sallallahu aleyhi və səlləm necə görsədir, belə olmalıdır. Yəni Allah üçün olmalıdır bir, Peyğəmbər sallallahu aleyhi və səlləm necə öyrədir, belə olmalıdır. Ona görə hər əməlin qəbul olma səbəbləri və şərtləri budur. Allah üçün olmalıdır və Peyğəmbər sallallahu aleyhi və səlləm necə görsədir, belə olmalıdır. Ona görə də qardaşlar, biz də günün əvvəlində bu məqsədlərimizi qoymalıyıq. Mən bugün hansı ibadətləri eləyəcəm, hansı əməlləri eləyəcəm. Aydındır ki, namaz və s. hər gün eləyirik. Lakin məqsəd qoy. Necə sən işində qoyursan ki, filan şey edəcəm, filan nailətlər olacaq, filan məsələn nəsə alacağım. Həmçinin elmdə də qoy ki, nəsə öyrənməliyəm və ibadətlərdə qoy. Filan ibadətləri eləməliyəm ki, sənin günün hədər olmasın. Hər gün sən xeyr alasan. Allah subhanahu ta'ala istəyir ki, bizi eşidib faydalanır eləsin. Allah subhanahu hamımızı xeyrə müvəffəq eləsin. Allah razı olsun.